Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilər, hər birinizi Quran Saatı verilişində xoş gördük. Verilişimizin bugünkü qonağı əziz və dəyərli qarimiz Hüseyn Mirzəliyevdir. Az xoş gəlmisiniz. Təşəkkürlər, salamlayıram Yusuf müəllim, həm sizi, həm Salam. dəyərli izləyicilərimizi salamlayıram. Təşəkkürümü bildirirəm ki, dəyər verib dəvət eləmisiniz bu cür verilişə. Minnətdaram mən də sizə. Dəvətimizi qəbul etdiniz, gəldiniz. Təşəkkür edirəm. Allah razı olsun. Azı Quranı ilk dəfə nə vaxt öyrənmisiniz, harda öyrənmisiniz? Quranı ilk dəfə 7, təxminən 8 yaşımda başlamışam. Belə deyək də, mən Hüseyn Mirzəliyev 1989-cu ildə Saatlı rayonunda, Sarcalar kəndində dünyaya gəlmişəm. Elə həmin kənddə Quranı başlamışam öyrənməyə. Bir yaşlı ustad var idi. Təxminən olardı 60-70 yaşı olardı. Hərfləri öyrənirdim Yusuf müəllim. Hərfləri ondan öyrənəndən sonra Rövşən müəllim var, bizim öz kəndimizdədir. Buradan da onu salamlayıram. Allah o müəllimi canını salamat eləsin. Dəyərli müəllimlərdəndir. Bərəkətli müəllimlərdəndir. Çox tələbəsi olub, Quran tələbələri olub. Demək olar ki, Rövşən müəllimlə təxminən hərfləri, əl-qirayəti, rəvan oxunuşu öyrənmişəm. Rəvan oxunuşu öyrənmişəm. Sonra elə 12-13 yaşım olardı ki, biz Bakıya köçdük. Bakının Əmircan kəndinə. Əmircan kəndinə köçəndən sonra elə Əmircan kəndinin məscidində davam elətdirmişəm Quranı. Rəvan oxunuşunu davam elətdirmişəm, daha doğrusu. Amma təcviddir, sonra Quranın muğamlarıdır. Qiraət bölümündə Ustad Hacı Ruslandan öyrənmişəm. Ustadı buradan salamlayıram. Allah ustadın, bütün ustadların canını salamat eləsin. Amin. Təcvidi mükəmməlləşdirmişəm. Təcviddən bir hissə bilirdim, amma Ustad Hacı Ruslandan mükəmməlləşdirmişəm. Muğamları da həmçinin. Bu qədər, yəni bir müddət, yəni kənddə, sonra Əmircan kəndində, sonra Hacı Ruslanın yanında bir xeyli müəllim olub, yəni 3 dənə, 4 dənə müəllimlərdən etap keçib gəlmişəm. Yaxşı. Bəs qiraətə başladığınız ilk vaxtlarda daha çox hansı ustadları dinləmisiniz, qulaq asmısınız? Qiraətə ilk vaxtlarımda Əbdülbasid olub, bizim yəni demək olar ki, hamının ilk qarası demək. İlk sevimli Quran qarisi, Quran ustadı Əbdülbasid olub, Allah rəhmət eləsin. 7-8 yaşımdan mən dinləmişəm Əbdülbasidi. Bizdə rayonda Yusuf müəllim Quran kanalları olurdu, Quran kanallarını verirdilər. Quran kanallarından Əbdülbasidin tez-tez qiraətlərini verirdilər, tilavətlərini verirdilər. Məxsusən də məsəl üçün bir dənə tilavət başlayacaqsa, ondan əvvəl Əbdülbasidin Fatihə surəsini verirdilər. Elə o Fatihə surəsinin vasitəsilə mən aşiq olmuşam Əbdülbasidin qiraətinə, tilavətinə. Bura gələndən sonra biraz araşdırmışam. Ustad Hacı Ruslanı tapandan sonra Ustad Hacı Ruslandan davam eləmişəm. Amma Ustad Hacı Ruslana qədər köhnə maqnitofonlar olardı, kasetlər olurdu, lentli yığardın. 2007-2008-ci illərdə mən o şeylərlə, maqnitofonlarla Əbdülbasidin ilk dəfə Tövbə surəsinə qulaq asmışam. Tövbə surəsinə qulaq asırdım, Qiyamət surəsinə qulaq asırdım. Sonra elə Ustad Hacı Ruslanla tanış olandan sonra bir müddət Əbdülbasidi onun vasitəsilə elə bir ki, təqlid elədim, istifadə elədim. Yaxşı. Hansı müsabiqələrdə iştirak eləmisiniz? Bu müsabiqələrlə bağlı belə deyə təəssüratlarınız nə olub? Xarici müsabiqələrdə iştirak eləməmişəm. Elə Azərbaycan daxili müsabiqələrində iştirak eləmişəm. Təxminən 2 dəfə olub Azərbaycan Quran idi. Quran sevərlər icmasının sədrini də buradan salamlayıram. Hacı Tərlan müəllimi çox zəhməti olub, həqiqətən Allah onun da canını salamat eləsin. Birinci dəfə 2014-cü ildə, dəfə eləmirəmsə 2014-cü ildə Quran sevərlərdə müsabiqəsində iştirak eləmişəm. Həmin müsabiqədə üçlüyə düşə bilmədim. 2018-ci ildə Allah lütf elədi. 2018-ci ildə yəni müsabiqənin qalibi oldum.
Mənim hətta həmin müsabiqə yadımdadır, çünki belə mən də həmin vaxtlardan qiraətləri izləməyə başlayırdım. Həmin müsabiqədə sizin birinci olduğunuzu izləmişdim, görmüşdüm. Yeni Suraxanıda keçirilirdi müsabiqə 2018-ci ildə. Allah lütf elədi, həmin müsabiqənin qalibi olduq. Allah köməyiniz olsun. Müasir dövrün qarilərindən kimləri dinləyirsiniz? Hal-hazırda yaşayan qariləri nəzərdə tutursunuzsa, məsəl üçün müasir dövrün Şahat da müasirdir. Muhammed Şahat Ənvər rəhmətə gedib, amma müasir qari sayılır. Çünki bizim zamaniyə, dövrə daha yaxındır. Mahmud Şahatı dinləyirəm bəzən. Hamid Şakir Nicatı bəzən dinləyirəm, amma məxsusən çox vaxt elə Muhammed Şahat Ənvəri dinləyirəm. Bəzən olur Mustafa İsmaili dinləyirəm. Şaban Əs-Səyyadı dinləyirəm. Amma üstünlüyü vermişəm, yəni öz xəttim ki seçmişəm. Muhammed Şahat Ənvərin xəttidir. Yəni onun daha çox onu. Bəli, onu tilavətlərini daha çox dinləyirəm. Acı tələbələrin qiraətində ən çox qarşıya çıxan problemlər sizcə hansılardır? Tələbələrin qiraətlərində, qiraət deyirsinizsə əgər, mən Quran tələbələrini iki hissəyə bölürəm. Bir hissə budur ki, yəni Quranın rəvan oxunuşunu və təcvid qaydalarını biləndən sonra kifayətlənir. Bir hissə də var ki, bu təcvid qaydalarından sonra muğam hissələrini, qiraət hissələrinə elə bir ki, üz vurur da. Bəli. Yəni qariliyi davam elətdirir. Bunların hərəsinin öz mərhələsi var. Yəni əgər ümumi nəzərdə tutursunuzsa, təcvidi problemlər olur. Yəni həmin təcvidi problemlərdə çox vaxt nədən qaynaqlanır? İradəsizlikdən. Məsəl üçün bir tələbə bir hərfin məsəl üçün məxrəcini tam şəkildə deyə bilmirsə, deyir məndə alınmır. Bəli, iradəsizlik eləyir, amma vaxt olub ki, mənim yadıma gəlir hə hərfi ilə hə hərfində məndə problem olurdu. Hə hərfi ilə hə hərfində problem olurdu. Bu ayə Şəms surəsinin ilk ayəsi var. Və şəms və duhə hə. İkisi bir-birinə ardınca. Onu qarışdırırdım həmişə. Həmin ayəni ustadım bəlkə də bir 50 dəfə, yoxsa 100 dəfə yazdırmışdı mənə. Yazdırmışdı ki, yəni şükür olsun mən də yazmışam ha. Yəni zəifçilik eləməmişəm. İradəm güclü olub o baxımdan. Amma tilavət, qiraət məsələsindən deyirsinizsə, hansı baxımdan çətinliklə üzləşirlər? Muğamlarda biraz çətinlik olur. Muğamlarda. Biz özümüz dərs deyəndə Quran tələbələrinə, məsəl üçün tələbə deyirdi ki, mən çox tələbələr deyirəm, mən deyir oxuyuram, amma ayrı eləyə bilmirəm də, bu bayat muğamıdır, yoxsa məsəl üçün Nəhavənddir, rast muğamıdır, hansı muğamıdır? Çətinlik muğamlarda, tanımaqda bilir. Bəli, tanımaqlarda olurlar. Bəzi qarilər də var, baxırsan ki, Quran gözəl tilavət eləyir, amma muğamlar desən ki, məsəl üçün hansı muğamlardır? Tilavət elədiyin qiraətdə məsəl üçün 10 dəqiqəlik qiraət eləmirsən, neçə dənə muğama toxundun, neçə dənə muğama dəydin, ezə bilmirəm. O biraz problemdir. Həmçinin də tələbələrdə. Tələbələr muğam cəhətdən biraz problem yaşayırlar. O da ki, yenə deyirəm, iradəsizliyə gedir, dirənir. Yəni, bir balaca zəhmət çəksələr, istəyirlər tez nəticə əldə eləsinlər. Bir balaca zəhmət çəksələr, müəyyən vaxtdan sonra nəticə əldə eləyəcəklər. Yəni, siz özünüz indi bu sahədə siz bilirsiniz ki, bu məsələ həm oxumaqdan əlavə dinləmək də lazımdır. Dinləməkdən əlavə məşqələsi var. Yəni, bunun özünün o qədər məşqi var ki, sən gərək məsəl üçün bir dənə muğamı öyrənmək üçün bir dənə ustada gərək təqlid eləyəsən. Ustadan oxuduğun məsəl üçün bayat muğamını təqlid edib öyrənəsən. Onu da təqlid eləmək üçün gərək sənin səsin əl versin. Gərək sənin səsin işləsin, normal işləsin, onun elədiyi manevrləri eləyə biləsən. Onun üçün də məncə bir ustad lazımdır ki, tələbəni düzgün istiqamətləndirsin. Mütləq şəkildə ustadsız alınmır. Ustad mütləq lazımdır. Tələbə gərək bir balaca səbirli olsun, iradəli olsun. Ustadın tapşırıqlarını gərək yerinə yetirsin.
gec də olsa nəticə əldə olacaq. Amma gərək biraz iradəli olsunlar. Qarilərin sizcə cəmiyyətdə başqalarından daha çox diqqət etməsi lazım olan məsələlər hansılardır? Mən deyərəm ki, qarilər gərək ədəbə, əxlaqa daha çox riayət eləsinlər. Düzdür, ədəb, əxlaq bütün insanlara aiddir. Yəni bütün insanlar gərək ədəbə, əxlaqa riayət eləsinlər. Niyə görə ədəbə, əxlaqa dedim? Belə deyək də, məsəl üçün Hüseyn Mirzəliyev bir yerdə Allah eləməsin bir ədəbsizlik eləsin, bir kobud rəftar eləsin insanlarla rəftarında, ünsiyyətdə. Deməyəcəklər Hüseyn elədi. Deyəcəklər ki, Quran qarisi Hüseyn elədi. Hüseynin adının yanında Quran Qarisi sözü. Quran bəli adı çəkiləcək. Qarilər gərək ona nəzarət eləsin, diqqət eləsinlər ki, onların adları yanında Quran var. Məsuliyyət var. Bəli. Yəni məsəl üçün sıradan bir insan eləyə bilər, eləməyə bilər, lazım deyil eləsin. Amma eləsə də müəyyən bir vaxtdan sonra ola bilsin unudulsun. Ya da onu o qədər də belə deyək də diqqət mərkəzində olmasın. Amma Quran qarisi elədir ki, onun adının yanında bir dənə də Quran var. Gərək ən azından Quranın ehtiramını saxlasın. Yəni Qurana görə gərək biraz səbrli olsun. Gərək biz ədəbimizə, əxlaqımıza daha çox üstünlük verək. Çünki bizi Quranla tanıyırlar da. Yəni necə baxarlar ki, məsəl üçün biz danışığımızda ədəbə riayət eləməyək, əxlaqdan kənar hərəkətlər, rəftar eləyək. Yəni deyəcək ki, yəni Quran qarisi səndəsən. Bəzi insanlar üçün də fürsətdir bu mənada ki, belə deyək, Quran qarisindən və yaxud bir din xadimindən hər hansı bir nöqsan gördükdə namaz qılmaq istəmirsə, misal üçün deyirəm, onu nümunə gətirir. Oruç tutmaq istəmirsə, onu nümunə gətirir. Məsələn, hər hansı bir dediyimiz kimi ədəbsizlik gördükdə, məsələn, Quran qarisi deyirsənsə, din deyirsənsə, bu dinin daşıyıcısı mütləq şəkildə deyəcək, Quran qarisi filan işi gördü. Yəni Quranın adı hallanacaq. Əhl-i Beytdən də hədis var ki, bizim adımıza yəni ləkə olmuyor da, yəni bizim adımızı həmişə üstün tutun. Üstün tutun, bəli. Allah razı olsun. Allah kimi razı olsun. Quran qiraətinin insan mənəviyyatına təsiri haqqında nə deyə bilərsiniz? Quran qiraətinin Həzrəti Əli əleyhissalamdan belə hədis var. Yusuf müəllim deyir ki, bütün çətinliklərinizdə Qurana üz tutun. Bu çətinlik həm maddi də ola bilər, həm mənəvi də ola bilər. Maddi o demək deyil ki, məsəl üçün mənim maddi problemim var, gedim Quran oxuyacam, mən borcumu da ödənəcək. Xeyr, o borcun ki, mənə verdiyi sıxıntı ki var, mənim halımı pozur. Mən Quran ayələrinə biraz diqqət eləsəm, Quranı oxuyub təfəkkür eləsəm, baxaram ki, o sıxıntını aradan aparar. Yəni mənim o maddi çətinliyin sıxıntısını aradan aparar. Mənəvi sıxıntımı aradan aparar. Yəni Quranın belə bir möcüzəsi var. Şəxsən mənim özümdə olub, dəfələrlə olub ki, bir sıxıntım olub, götürüb Quran oxumuşam, aram olmuşam. Quran ayəsində var ki, qəlblər yalnız Quran zikr etməklə aramlıq tapar. Elə Quranın adlarından biri də zikr. Quranda hansı ayələr sizi, diqqətinizi daha çox özünüzə cəlb edib? Quranda bir çox ayələr təsir qoyub qəlbimdə, yəni mənəviyyatımda, həmçinin belə deyək də diqqətimi daha çox cəlb eləyib. Bir-ikisini deyim sizə Yusuf müəllim. Birinci budur ki, Fəcr surəsinin sonuncu ayələri, ya əyyətühən nəfsül mutmainnə ayəsidir ki, İmam Hüseyn əleyhissalamla bağlıdır. Amma ondan da daha çox Ər-Rəhman surəsində Fəbəəyyə əla rəbbükümə tükəzzibən ayəsi ki var. Dəhşət bir ayədir. Yəni Allah orada nemətinin belə deyək də sorğu-sualının hesabını aparmağından söhbət eləyir ki, belə çıxır ki ayəsi, yəni Allah nemətindən sorğu-sual eləyəcək. Amma niyə görə bir dəfə demir, 2 dəfə demir, 31 dəfə yəni təkrarlayır da. Bu ayə həqiqətən gərək bu ayə haqqında gərək hər bir insan düşünsün ki, burada nemət deyəndə nəyi nəzərdə tutur? Yəni Allah Taala məsəl üçün mənə hava verib, su verib, geyim verib, yaşayış verib, ətrafımda nə varsa hamısı mənim üçün nemət elə. Mənim bu boy, buxunum, sağlamlığım nemətdir mənim üçün.
Nəyə lazımdır məsəl üçün də Allah Taala hey desin ki, mən sənə bunu vermişəm, sorğu-sual eləyəcəm, bunu vermişəm, sorğu-sual eləyəcəm. Allahın şənindən uzaqdır. Deməli bu nemət tamamilə başqa bir şeydir ki, 31 dəfə təkrarlayır ki, yəni bunun haqq hesabı var. Yəni insan ki unutqandır, Bəli. 31 dəfə təkrarlayır. Allah rəhmət eləsin. Ayətullah Təbətəbai onun təfsirində olmalı idi səhv eləməmsə. Deyir ki, "Fəbiəyyi əlai rabbikuma tukəzzibən" ayəsi tək yəni maddiyyata bağlı deyil. Yəni ən birinci Allahın hökmləridir, vilayət məsələsidir. Yəni imamla bağlıdır da həmin o ayə. İmam Sadiq əleyhissalamdan hədisdə var ki, həmin o ayə biz Əhl-i-Beytik. Biz Əhl-i-Beytin haqqıdır. Yəni Allah bizim haqqımızı sorğu-sualını eləyəcək. Bizimlə dostluq neməti sorğu-sual eləyəcək. Bəli, o ayə həqiqətən oxuyanda çox təsir edir. Yəni o ayə haqqında gərək çox düşünək. Sonda istəyərdik sizdən gözəl bir qiraət alaq, eşidək. Olar. Buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Alif Lam Ra. Tilka ayatul kitabil mubin. Inna anzalnahu Qur'anan Arabiyyan la'allakum ta'qilun. Nahnu naqussu 'alayka ahsanal qasasi bima awhayna ilayka hadzal Qur'an. Bima awhayna ilayka hadzal Qur'an wa in kunta min qablihi laminal ghafilin. إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا إني رأيت أحد عشر كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا
إن الشيطان للإنسان عدو مبين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم
لقد كان في يوسف وإخوته آيات للسائلين لقد كان في يوسف وإخوته آيات للسائلين صدق الله العلي العظيم. Çox sağ olun Hüseyn müəllim. Təşəkkür Təşəkkürlər. edirəm. Allah səsinizə, nəfəsinizə bərəkət versin inşallah. Allah razı olsun. Allah köməyiniz olsun. Allah verilişinizə bərəkət versin. Amin, çox Daimi sağ olun. olsun, bol olsun. Mən Allah də köməyiniz olsun ki, dəyər verdiniz, dəvət elədiniz. dəvətimizi qəbul etdiyinizə görə mən də minnətdarlığımı bildirirəm sizə. Allah səsinizə, nəfəsinizə bərəkət versin inşallah. Çox sağ ol Yusuf müəllim. Allah sizdən də razı olsun. Bəli, əziz izləyicilər, verilişimizin sonuna gəldik, çatdıq. Gələn verilişlərdə görüşmək ümidi ilə Allah'a əmanət qalın.